Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ve men tebi'ahum bi ihsanin ila yevmiddin əmmə ba'd. Deməli, qardaşlar, Uca Allah həmd olsun bizləri Ramazana yetişdirdi. Bu ən böyük nemətlərdən biridir. Həmd olsun aləmlərin Rəbbi Allaha. Daha sonra biz Allahın müvəffəqiyyəti ilə Ramazanda oruç tuturuq. Və bu, bütün müsəlmanlara Allah Azza və Cəllənin fərz etdiyi bir ibadətdir. Bəs bu oruç tutmaqdakı hikmətlər nədir, qardaşlar? Nə hikmət var bu oruç tutmaqda? Bu hamını maraqlandıran suallardan biri, düzdür. Allahın əmrini bildik. Bəzi əmrlər var ki, biz ondakı hikmətləri bilmirik. Mücərrədən tabe oluruq və bu təabbudi olaraq qəbul olunur. Yəni ki, ibadətdir, təslimiyyətdir. Hikmətlərini bilməsək də. Bəs orucda hikmətlər bilinir, yoxsa bilinmir? Bilinir, bilinən hikmətləri var. Düzdür, bilmədiklərimiz şübhəsiz ki, daha çoxdur. Amma bildiyimiz bəzi hikmətlər var. Bax, o haqda danışaq Allahın izni ilə. Alimlər buyurur ki, Allah Azza və Cəllə oruca bir çox həm dini, həm dünyavi xeyirlər qoyub. Hansı ki, bu hətta bəşər təsəvvüründən də üstündür. Bəşər təsəvvüründən də üstün faydalar var orucda. Əzəmətli savablar, əzəmətli mükafatlar var. Əgər oruç tutan biri həqiqətən Allahın bu oruç qarşılığında ona nə qədər əcir verdiyini bilsəydi, deyir, onun qəlbi, deyir, fərəhdən uçardı. Fərəhdən uçardı. Və hətta insan elə təmənni edərdi ki, kaş ki, bütün ilin Ramazan olardı. Bütün ili Ramazan olardı və mən də bütün ili oruç tutardım ki, hətta həmən o əzəmətli əcirləri əldə eləyərdim hər zaman. Bir ay deyil, 12 ay. Orucun qarşılığında Allah Azza və Cəllə bax, o qədər əzəmətli mükafatlar verəcək möminlərə. Allah Azza və Cəllə bizləri də o mükafatlardan, dadanlardan etsin. Bizləri də o mükafatları alanlardan etsin. Amin. Hikmətlərdən, qardaşlar, hikmətlərdən biri və ən əzəmətlisi təqvadır. Oruc təqvaya səbəbdir. Allah Azza və Cəllə Əl-Bəqərə surəsi 183-cü ayəsində buyurur ki, Yə əyyuhəl-ləzīnə əmənu kutibə aleykumus-siyamu kəmə kutibə aləl-ləzīnə min qablikum ləalləkum təttəqun. Ey iman gətirənlər! Sizdən əvvəlkilərə oruç tutmaq vacib edildiyi kimi, sizə də vacib edildi ki, təqvalı olasınız. Baxın, qardaşlar. Bu, Allah Azza və Cəllənin orucu qanun etməsindəki ən böyük hikmətdir. Çünki oruç tutmaq təqvaya ən böyük vəsilədir, səbəbdir. Hansı ki, təqvada da nə var? Həqiqi təqvada dünya və axirət faydaları, xeyirləri cəm olub. Və həmçinin Allah Azza və Cəllə təqvanı əvvəlkilərdən tutmuş sonunculara qədər, ən birincilərdən sonunculara qədər Allah Azza və Cəllənin tövsiyəsidir. Bax, oruc nəyə səbəb olur? Təqvaya. Təqvanı Allah Azza və Cəllə ən birincilərdən tutmuş, ən sonunculara qədər tövsiyə edib. Təqvalı olmağı. Yəni, bu oruc çox böyük bir, belə deyək ki, məsləhənin hasil olmasına səbəbdir. Təqva təsəvvürlə. Təqvanı Allah Azza və Cəllə bütün insanlara vəsiyyət edib ki, təqvalı olun. Bax, Allah Azza və Cəllə Quran-ı Kərimdə Nisa surəsi 131-ci ayədə buyurur ki, وَلَقَدْ وَصَّيْنَا الَّذ۪ينَ اُوتُوا الْكِتَابَ مِنْ قَبْلِكُمْ وَاِيَّاكُمْ اَنِ اتَّقُوا اللّٰهِ Biz sizdən öncə kitab verilənlərə də və sizə də vəsiyyət edib bildirmişik ki, Allaha qarşı təqvalı olun. Nisa surəsi 131-ci ayə. Bağlantını gördünüz, qardaşlar. Bax, Allah Azza və Cəllə bütün insanlara, ən əvvəlkilərdən ən sonunculara kimi vəsiyyət edib bildirib ki, təqvalı olun. Deməli nədir? Təqva möminlərdən, müsəlmanlardan tələb olunan bir vəsfdir. Düzdür? Tələb olunur səndən bu. Yaxşı, bu təqvanı əldə etməkdən ötürü vəsilələr var. Düzdür? Bəs mən o təqvanı necə əldə edeyim?
Bax, onlardan biri orucdur. Az öncə oxuduğum ayə. Biz sizdən öncəkilərə də, sizə də oruç tutmağı vacib etdik ki, təqva olasınız. Gördün bağlantını? Təqva əslində nədir? Bütün möminlərin qayəsidir. Bütün müsəlmanların qayəsidir təqvalı olmaq. Və oruç da səni ora aparan ən rahat yollardan biridir. Bax, burada orucun hikmətlərindən biri ortaya çıxır. Deməli, nədir? Təqvaya səbəbdir. Ən böyük məqsədlərdən biri olan təqvaya səbəbdir. Bir-bir elə bir ki, bağlayırıq bir-birinə. Bax, təqva möminlərdən tələb olunur. Təqva möminlərə tövsiyə olunur. Sonra, oruç tutmaq təqvalı olmağa səbəbdir. Yaxşı, bəs niyə təqva bu qədər önəmlidir? Deməli, təqva nədirsə, təqvada böyük məsləhələr var, xeyirlər var ki, bu qədər təkidlə tələb olunur insanlardan. Səbəblərdən biri, təqvanın, belə deyək ki, səmərələrindən biri, qulun dünya və axirət işlərinin asanlaşmasıdır. Halal ruzinin onun üçün asanlaşmasıdır. Bax, Allah Azza və Cəllə Talaq surəsində buyurur ki, 2-ci, 3-cü ayələrində وَمَنْ يَتَّقِ اللّٰهَ يَجْعَلْ لَهُ مَخْرَجَ Kim Allaha qarşı təqvalı olarsa, Allah ona bir çıxış yolu göstərər. Gördün? Allahdan qorxan. Bəli. Tək qorxmaq dedi, o geniş mənalıdır. Yəni, təqvalı olmaq geniş mənalı sözdür. Onlardan bilirsə, Allahdan qorxmaq da təqvanın vəsiflərindən biridir. Bax, kim təqvalı olarsa, Allah ona çıxış yolu göstərər. Sonra ayə davam eləyir. وَيَرْزُقْهُ مِنْ حَيْثُ لَا يَحْتَسِبْ Heç ağlına gəlməyən yerdən onu ruziləndirər. وَمَنْ يَتَوَكَّلَ عَلَى اللّٰهِ فَهُوَ حَسْبُهُ Kim də Allaha təvəkkül edərsə, Allah ona kifayət edər. Talaq surəsi 2-ci, 3-cü ayələrdir, qardaşlar. Deməli, nədir? Təqva sıxıntılardan çıxış yoludur. Sənin həyatda qarşına gələn sıxıntılar, istənilən sıxıntı. Oradan çıxış yoludur təqva. Halal ruzinin asan bir şəkildə sənə gəlməsinin səbəbidir təqva. Subhanallahil-azim. Və sonra nə deyir ayənin sonunda? Kim də Allaha təvəkkül eləyərsə, Allah ona kifayət eləyər. Allaha haqqı ilə təvəkkül eləyən məhz təqvalı olandır. Yəni, təqva olmadan insan Allaha təvəkkül eləyənməz haqqı ilə. Əgər bir insan Allaha haqqı ilə təvəkkül eləyirsə doğru bir şəkildə, deməli o təqva əhlidir. Təqva əhlinin vəsiflərindən biri də odur ki, onlar Allaha təvəkkül edirlər gözəl bir şəkildə. Ona görə oruç tutanlar müttəqilərdəndir. Haqqı ilə oruç tutmaq müttəqilərin sifətidir. Çünki oruc təqvaya səbəb olur. Deməli, oruç tutanlar müttəqilərdir. Allah bizləri də o müttəqilərdən etsin. Burada da söhbət hansı oruçdan gedir, qardaşlar? Yəni, Allahın istədiyi orucu tutandan. Mücərrədən ac qalmaqdan getmir söhbət. Yəni, həqiqi oruc təqvaya səbəbdir. O ayədə deyir ki, təqvalı olasınız deyə. Yəni, əgər sən həqiqətən Allahın buyurduğu kimi oruç tutsan, bunun səmərəsi, bunun bərəkəti, bunun meyvəsi təqva olacaq. Elhamdülillah. Və bu təqva da sənin ən böyük mətləblərindən, ən böyük məqsədlərindən biridir. Gör, nə gözəldir. Sonra bax, Ənfal surəsi 64-cü ayədə Allah Azza və Cəllə buyurur ki, Yə eyyuhən nəbiyyü, həsbukəllahu və mən ittəbə'əkə minəl müminin. Ey Peyğəmbər! Allah Azza və Cəllə buyurur, öz Peyğəmbər. Ey Peyğəmbər! Sənə və sənə tabi olan möminlərə Allah kifayətdir. Allah kifayətdir. Sənə və sənə tabi olan möminlərə. Bu nədir? Təvəkkül. Təvəkkülün ən yüksək məqamı. Peyğəmbərdən gözəl kim təvəkkül edə bilərdi Allaha? Ən gözəl təvəkkül sahibi Peyğəmbər sallallahu aleyhi ve sellem idi. Sonra kim idi? Səhabələr, Peyğəmbər sallallahu aleyhi ve sellemə tabi olan möminlər. Və Allah Azza və Cəllə onları müjdələyir ki, sənə də, sənə tabi olan möminlərə də Allah kifayətdir. Bunlar çox təkrarlanan məsələlərdir, amma yenə də fayda var. Təqva qulun işlərinin asanlaşmasına səbəbdir. Sən bu dünyada lazım olan nə var? Həm dünya, həm axirət. Hamısı təqvada var. Bax, hamısında dəlillər var. Bax, işlərimin asanlaşmasına səbəbdir təqva.
Talaq surəsi 4-cü ayə. Bax 2-ni oxuduq, 3-ü oxuduq. Bu da 4-cü ayə. وَمَنْ يَتَّقِ اللَّهَ يَجْعَلْ لَهُ مِنْ أَمْرِهِ يُسْرًا. Kim Allaha qarşı təqvalı olarsa, Allah onun işlərini asanlaşdırar. Və deyir ki, min əmrihi, onun işindən. Qeyri-mənlikdə gəlir. Daha konkret bir işdən getmir söhbət. İstənilən bir iş buraya daxildir. İstənilən bir iş. Sonra, təqva günahların bağışlanmasına səbəbdir və əcirlərin əzəmətləşməsinə səbəbdir. Nəyə görə təqvadan danışırıq? Çünki orucun səmərəsidir bu. Biz burada əslində orucdan danışırıq. Yəni, orucun səmərələrindən danışırıq. Burada sadalınan hər bir şey, bax, bu sənin tutduğun orucun gətirdiyi səmərələrdir, bərəkətlərdir. Çünki oruc təqvaya səbəb olur. Yaxşı, bəs təqva nədir? Ona görə bir-birinə bağlıdır. Bax, Allah Azza və Cəllə Talaq surəsi 5-ci ayə. Bax, Talaq surəsi 1, 2, 3, 4, 5. Bu əzəmətli ayələrdir. Talaq surəsi 5-ci ayədə Allah Azza və Cəllə buyurur ki, وَمَنْ يَتَّقِ اللَّهَ يُكَفِّرْ عَنْهُ سَيِّئَاتِهِ وَيُعْظِمْ لَهُ أَجْرًا. Kim deyir Allaha qarşı təqvalı olarsa, Allah onun günahlarını bağışlayar və əcrini böyüdər, əzəmətləşdirər, artırar. Əcrini artırar. Ona görə deyir, Peyğəmbər sallallahu aleyhi ve sellem, hər bir yaxşı əmələ 10 qat artıq əcr verilir. Və 10 qatdan 700 qata kimi, hətta ondan da çox. Bu dəyişdirən nədir? Bax, biri 10, biri 20, biri 100, biri 1000. Bax, təqvadır. Bax, və yu'zim ləhu əcra. Onun əcrini əzəmətləşdirər. Kimin təqvası daha çoxdursa, onun əcri daha böyükdür, daha əzəmətlidir. Amma əməl eynidir. Sən də eyni əməl eləyirsən, o da eyni əməl eləyir. Amma əcirlər arasında fərq var. O fərqin səbəbi nədir? Təqva. Bax, açıq aydın ayədir. Bir də oxuyuram. Kim Allaha qarşı təqvalı olarsa, Allah onun günahlarını silər, bağışlayar və əcrini əzəmətləşdirər, əcrini artırar. Deməli, düz mütənasiblik var burada. Təqva və əcr. Təqva nə qədər çoxdur, əcr o qədər çoxdur. Amma əməl kəmiyyət baxımından eyni ola bilər. 2 rükət namaz, 1 manat sədəqə, 1 gün oruc. Amma biri dağ boyda əcr, biri də 10 qat əcr. Allah Azza və Cəllə yenə onun da əcrini verir. Ən az təqvalısının da əcrini verir. Amma təqva nə qədər artırsa, əcr də bir o qədər artır. Sonra qardaşlar, bax, bəzən biz deyirik ki, burada nə var? Burada açıq aydın məsələdir. Bu nə var ki, bunu bilməyə? Bu niyə insanlar bunu dərk eləmirlər? Təəccüblənirik də, düzdür. Bir dənə bir şey görürsən ki, açıq aydındır da burada. Haqq budur, batil budur. Bu düz deyir, bu səhv deyir, məsəl üçün. Və təəccüblənirsən ki, başqası bunu tərsinə başa düşür. Bax, bunun səbəbi təqvadır. Haqla batilin arasını ayırt edə bilmək Allahdan olan bir neymətdir. Və bu da təqvanın səmərələrindəndir. Təqvalı olanda, qul təqvalı olanda Allah Azza və Cəllə onun qəlbinə min nur salır və o nurun sayəsində o haqla batilin arasını ayırır. Bax, Ənfal surəsi 29-cu ayə. Allah Azza və Cəllə buyurur: Ya eyyuhəl-ləzīnə əmənu İn təttəqullaha yəc'al ləkum furqanə və yukəffir ankum seyyiatikum və yəğfir ləkum vallahu zul fadlil azim. Ey iman gətirənlər! Əgər siz Allaha qarşı təqvalı olsanız, Allah sizə furqan verər. Furqan da nədir? Haqla batilin arasını ayıran. Haqla batilin arasını ayıran bir furqan verər. Və sizin günahlarınızı bağışlayar, sizi əhv edər. Həqiqətən Allah əzəmətli fəzilət sahibidir. Gördün? Haqla batilin arasını ayıran furqan verər, deyir Allah Azza və Cəllə sənə. Ayırma bacarığı da. Ayırma bacarığı. Furqan odur. Haqla batilin arasını ayırma bacarığı.
Bu Allah Azza və Cəllə tərəfindən verilən xüsusi bir nemətdir, fəzilətdir. Bu zəka işi deyil. Bu, nə bilim, hesab işi deyil. Təqva işidir. Yəni, kim ki təqvalıdır, daha təqvalıdır, Allah Azza və Cəllə ona bu bacarığı verir. O haqqı, batili bir-birindən ayıra bilir. Bəli, onun fəzilətidir, onun kəramətidir. Təqvanın. Ona görə əgər sən həqiqətən haqla batilin arasını ayırmağa müvəffəq olmusansa, buna görə Allaha şükr eləməlisən. Şükr eləməlisən ki, Allah Azza və Cəllə sənə haqqı haqq kimi göstərib, batili də batil kimi göstərib. Ona görə alimlər həmsə dua eləyəndilər, Allahım bizə haqqı haqq kimi göstər və ondan tutunmağı müvəffəq elə. Və batili batil kimi göstər və ondan çəkinməyi müvəffəq elə. Bunlar ayrı-ayrı müvəffəqiyyətlərdir. Müvəffəqiyyət üzərinə müvəffəqiyyətdir. Haqqı haqq kimi görə bilmək özü bir müvəffəqiyyətdir. Görmək kifayət eləmir. Ona tutunmaq, əməl eləmək də lazımdır. Bu da ikinci müvəffəqiyyətdir. Sonra bunun üzərində sabit qalmaq, dönməmək geri, sağa sola sapmamaq, o doğru yolda sabit qalmaq. Bu da digər bir müvəffəqiyyətdir. Nur üstünə nur, müvəffəqiyyət üstünə müvəffəqiyyət. Və ya batili görə bilmək. Bu müvəffəqiyyətdir Allahdan. O batildən çəkinə bilmək. Bu ikinci bir müvəffəqiyyətdir. Amma o qədər insan var ki, bilə-bilə ki, batildir, yenə onu eləyir. Haramdır, yenə onu eləyir. Düzdür? Yəni, görmək bir, ondan çəkinmək iki və sabit qalmaq üç. Amma indi sən təsəvvürlə ki, elə insanlar da var ki, nə haqqı haqq kimi görə bilmir, haqqı haqq kimi görə bilmirsə ona tabi olmaqdan da söhbət gedə bilməz. Batili də batil kimi görə bilmir, batil kimi görmürsə də ondan çəkinə bilməz. Bu bir bədbəxtçilikdir. Bu bir bədbəxtçilikdir, Allah qorusun. Və bunun səbəbi təqvanın olmaması və ya azlığıdır. Əgər qul öz Rəbbinə qarşı təqvalı olarsa, əmin olsun ki, o alim olmasa da, o, nə bilim, hafiz olmasa da, o zəkalı biri, çox ağıllı biri olmasa da, Allah onu haqqı haqq kimi göstərib, batili batil kimi göstərəcək. Haqqa tabi olmağı ona müvəffəq eləyəcək, asanlaşdıracaq ona. Bu sabitlik var, o artıq elmə baxmır, təqvaya baxır. Ola bilər ki, insan kitabları yüklənsin belinə, amma qəlbində boşluq olduğu üçün, təqva olmadığı üçün o haqqı görməsin. O kitabın, o sətirləri arasından haqqı anlaya bilməsin. Amma elə insan ola bilər ki, heç oxuma yazması olmasın. Heç oxuyub yaza bilmir. Amma qəlbində olan təqvaya görə Allah Azza və Cəllə ona haqqı görməyə müvəffəq eləyər. Adicə bir dənə Quran ayəsi eşidəndə onu düzgün bir şəkildə başa düşər, qəlbinə hopdurar onu. Bunlar hamısı təqvanın səmərəlidir, qardaşlar. Deməli, birinci səbəb, ən əzəmətli səbəb nədir? Orucun təqvaya səbəb olması. Və təqva da bir möminin bu həyatda qayəsi olmalıdır. Çünki onun bax, bütün işlərin asanlaşması, halal ruzini gözəl bir şəkildə qazanması, bütün çətinlik işlərinin asanlaşması, günahlarının bağışlanması, haqla batilin arasını ayırması. Bunlar hamısı təqvaya bağlıdır. Kim bundan başqa sən bir mömin nə istəyər ki? Bu dəqiqə bir-birimizi sorğu-suala tutsaq ki, qardaş, sən bu dünyada məqsədlərin nədir? Nəyin olmasını istəyərsən? Ancaq bunları sadalayarsan. İstəyərəm ki, işlərim asanlaşsın. İstəyərəm ki, Allah mənə bol ruzi versin, halal ruzi versin. İstəyərəm ki, haqla batili görəndə bilim, ikisinin arasını ayıra bilim. İstəyirəm ki, Allah mənim günahlarımı bağışlasın. İstəyirəm ki, Allah məni əff etsin. İstəyirəm ki, Allah mənim işlərimi asanlaşdırsın. Görürsən? Hamısı təqvadır. Təqvanın səmərələri. Deməli, təqva bir mömin üçün bir məqsəd olmalıdır. Bir hədəf olmalıdır. Mömin çalışmalıdır ki, mən nə edim ki, təqvalı olum? Necə edim ki, təqvamı artırım? Bax, oruc onlardan ən gözəl səbəblərdən biridir. Təqvanın əldə edilməsi üçün.